Herkese salam dostlar, YouTube kanalıma xoş gəlmisiniz. Ümid edirəm üzümdəki günəş ışığı və mikrofonsuz çəkməyim sizi narahat eləmir, çünki mikrofonu yenə şarja taxmamışam. Nəysə, çox uzatmadan mövzuya keçirəm. Mənə ümumiyyətlə nişan dönəmində Instagramda paylaşdığım videolardan, şəkillərdən çox suallar gəlirdi ki, bu dönəm necə keçir? Əsas suallarınız da xonça ilə bağlı idi ki, xonçanı necə yığırsınız, nə edirsiniz? İnan ki, mən belə bilmirəm, çox streslə yığmışam xonçamı, amma nəhayət ki, nişanım oldu, bitdi. İnşallah olmayanlara qismət. Və buna görə sizinlə birlikdə nişan xonçamda mənə gələnləri sizinlə birlikdə açacağıq ki, zaten hamısını özüm seçmişəm. Bizdə necə oldu? Bizdə bir çoxunu getdik, özümüz aldıq. Ya getdim mən aldım, ya özümüz bir yerdə aldıq, ya da ki internetdən sifariş etdik, yenə də mən seçdim. Xonça bəzədilən zamanda görüntülü yığdılar mənə, birlikdə bəzədik, çox qəşəng bəzəmişlər. Bura bir neçəsinin şəklini qoyacağım. Bunu part-part çəkəcəm. Yəni bugün baxım xonçalarımdan birini açmaq istəyirəm. Bu xonça belə görünürdü. Bu xonça dediyim The Purist'in advent kalendarı olan xonçadır. Purist'in məhsullarını çox istəyirdim, amma bir məhsulunu aldım, bir neçə məhsulunu aldım. Fərqli setlər var idi. Trendyoldan ala bilərsiniz. Bu arada biz Trendyoldan almışıq. Orada hər bir dəri tipi üçün, məsələn yağlı, quru və s. Mən əslində quru dərilər üçün olanı almaq istirdim, amma advent kalendar mənə daha cazib gəldi. Və wow, çox qəşəngdir. Birincidən başlayırıq. Deməli belə bir şey çıxır. Belə bir məhsul çıxır. Bu nədir? Glikolik asid. Çox ehtiyacım var idi. Heç vaxt istifadə etməmişəm, amma videodan da gördüyünüz kimi dərim biraz yox. Problemsizdir əslində dərim. Dərimi problemli mən edirəm və bundan qurtulmaq istəyirəm. İkidən də yenə bir şey çıxır. Hyaluronic asid. Neysə, ondan bildiniz. Yenə eyni boyda. Tam. Daha sonra uşaqlar buradan nə çıxır? Bu nə? Healthy Skin, aha. Yenə hyaluronic asid. Deyə bilmirəm o söz. Onu qınamayın. Sizə göstərmədim qutusunu vardı uşaqlar. Qutusu belədir. Çox şirin qutusu var. Ay, çox şirinsən, Rosem. Balaca bir şeydir. Çox məlumatım yoxdur. Məlumat əldə edib, istifadə edib sizinlə də bölüşəcəm. Bunun üçün məni Instagramdan, əsasən Instagramdan və yaxud da TikTokdan izləyə bilərsiniz. Orada gündəlik həyatımı paylaşıram. Nə oldu? Bunu görmürsünüz siz. Dördüncünü açıram uşaqlar. Necə həyəcanlıyam. Heç vaxt bu arada mən baxım məhsulu advent kalenderi açmamışam. Zaten mən ömrümdə bir advent kalenderi açmışam. Nəysə. Yenə belə bir qutu çıxır. Ascorbic asid. İnanın ki, heç bir fikrim yoxdur nə işə yarayır. Hamısını araşdıracağım və elə üzümə tətbiq edəcəm. Bəlkə heç bəziləri mənim dərim üçün uyğun deyil. Yəni sırf buna görə mən bunu seçdim ki, içində hər birini yoxlayım. Uşaqlar, mənim üz baxım rutinim şeydir. Səhər əlimi üzümü yuyuram, nəmləndirici vururam, bu qədər. Yəni nə deyirlər ona? Pikmeylik eləmirəm, həqiqətən elədir və yaxşı bir şey deyil. Üzüm çox pis gündədir, ona görə biraz çoxaltmaq lazımdır. Sonra 5-ci qutunu açıram, yenə bir asid çıxır. Peeling. Peeling çıxır. Ay, çox qəşəngdir. Çox qəşəngdir, Rasim. Rasim kimdir ay qız? Mən bundan istəyirdim. Yəni bu mənə lazım olan bir şeydir, bu içindəki qırmızı su. Mən buna qırmızı su deyirəm. Amma adı neymiş? Exfoliating Facial Peeling. 6-cını açıram. Yenə bir qutumuz çıxdı. 4-dü. Yenə hyaluronic asid çıxdı. Belə bir qutuda. Deyəsən dünyanın ən sıxıcı advent kalendar açılışı. Amma bu krem şəklindədir. İnanın ki, bilmirəm necə istifadə edilir. Amma çox şirin deyil mi bu da? Çox qəşəng. Ayda bunun içində uşaqlar, indi fikir verdim. The Purist'in qapağı, bilmirəm fikir vermişsiniz ya yox. Qapaqlarını qaldıranda bunların ən azından advent kalendarının içində gah küçə heyvanları üçün, gah bitkilər üçün, yəni təbiəti qorumaq üçün esticilərə yönəlik, esticilər, bura qısa bir açıqlamasını yazıram. Sustainable Development Goals'a yönəlik yardım şeyləri çıxır.
Çox sevdim. Vau, çox yaxşısınız. İçinə 2 dənə də maska qoyublar. İnana bilmirəm. Yenə hyaluronik asid çıxsa adını ne bilmirəm, şaşırmaram. SPF çıxdı. 50 plus SPF. Çox qəşəngdir. Çox qəşəng. Günəş ışığı ilə video çəkmək çox qəşəng bir şeydir. Yəni üzümdə bu dəqiqə makyaj falan yoxdur, amma özümü o qədər gözəl hiss edirəm ki, bəlkə də deyiləm, yəni gözüm bu arada mənfidir, özüm görmürəm. 2 dənə də belə bir maska qoyublar. Maskadır mı? Yox, maska deyilmiş. Belə fərqli məhsulları yoxlamaq üçün bir dəfəlik bir şeylər qoyublar. Təşəkkürlər. Arxada mənim nişanımdan qalan detalları görürsünüz. İkonik. Neyse, içindən 8-dən yıkanabilir saç bandı çıxdı. Mən bunu dəsmal bilirdim. Xonçada gəlibdir, heç bir şey korlamaq istəmirəm də. Saç bandı mənim çox ehtiyacım var. Çünki mənim saçlarım çox belədir və yəni bildiniz də həm makyaj eləyəndə, həm də ki yuyandan sonra çox qəşəng. Çox güzeldir. Əslində içində belə şeylər olduğunu bilirdim. Mən bunu dəsmal bilirdim. Görürsünüz, içine geri qoymaya çalışıram. Sanki heç istifadə etməyəcəkmiş kimi. Mən beləyəm. Pul vermişik deyə buna. Mən pul verməsəm də canım nişanlıma pulu çıxıb deyə bunu belə istifadə etmək istəyirəm. Daha doğrusu istifadə etməmək istəyirəm. Neyse, 9-cunu açırıq. 10 dənədir bu arada. 9'u açırıq həyəcanlı. Və bilirdim bunu çıxacağını. Belə bir makyaj çantası kimi The Pure'in. Yəni, elə içindəki məhsullar da kiçikdir. Məncə buna sığarlar bəziləri ya da hamısı. Şirin bir şeydir. Burada da yazısı var. Yəni uşaqlar, markalar bir şeylər çıxardır. Əslində keyfiyyətsiz deyil, keyfiyyətli bir şeylər çıxardır, amma çox sadədir də. Yəni o keyfiyyətdə o şey tutaq ki 10 manata alarsan. Amma üstünə marka adı yazıldığı üçün olur bu 70 manat. Bir balaca bir kaşlok məsəl üçün 120 manat falan. Yəni halbuki o keyfiyyətdə marka adı olmadan kaşloku daha uyğun qiymətə ala bilərsən. Bu marketinqdir, bu brandingdir. Marketinq dərsinə gedirəm divdə dedim. Getməzdən də bilirdim bunu, dedim bunu sizə deyim. Nəysə, axırıncı açıram. Axırıncı 10-cu da şey eləyiblər. Cibi doluluq ediblər və böyük bir məhsul qoydular. Bu da SPF-dir, 30 SPF-dir və böyük bir məhsuldur. İçində bir dənə böyük mən, yəni orta boyda, böyük də deyil elə də. Məhsullar, o da budur. Nə gözəl. Baxın. Çox güzel, aman Allahım, çox güzel, çox sevdim. Bunda nə var? Bu qədər idi. The Purest Advent kalendarımız bu qədər idi. Bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Amma mən hara sağollaşım, bunun ardı olacaq. Təşəkkürlər. İndi isə kitab fonsamla gələn kitabları açırıq. Salam. Salam bir daha. Mənim kitab fonçam belə görünürdü. Çox sevmişdim. Paketdə olanları sonda açacağım. Çünki bunları əziyyətlə bir-bir mən bükmüşdüm. Heç açmaq istəmirəm, amma açmalıyım. Deməli, uşaqlar, bu seriya var ya, bu seriya. Bu seriya möhtəşəmdir. Koridor yayınlarının üstü belə parça kimi olan kitablar seriyası. Çox sevirdim və oxumaq istədiyim, ehtiyacım olan kitablar var idi orada. Onları aldırmışıq. Nəysə, həmən başlayaq. Küçük qadınlar, balaca qadınları çox istəyirdim, amma bu seriyadan istəyirdim. Çox qəşəngdir. Yəni, mükəmməldir də, möhtəşəmdir və yaz aylarında oxumaq üçün düzəlib bu seriya məncə və xonçanızda əgər istəyirsinizsə, klassikləri sevirsinizsə, əsasən klassiklərdir məncə bu seriya, üzü belə olan. Mütləq buna şans verin. Mən görürəm qızların xonçalarında, təbii ki də onlar da çox gözəldir kitablar, amma kitabın estetik görüntüsü də, yəni əsasən xonçada məncə xüsusi rol oynayır. Klassiklərə üstünlük verə bilərsiniz. Bu klassiklərə, başqa klassiklər var. Tiyasın qalın qapaq klassikləri də çox gözəldir. Qanun Nəşriyyatın qalın qapaq, yeni çıxan qalın qapaq klassikləri də məncə xonça üçün çox gözəldir. Anna Karenina. Bəli, mən hələ Anna Kareninanı oxumamışam, yəni tam oxumamışam. Mövzusunu təbii ki də bilirəm. 3-cü qrup olmuşam, məktəbdə, universitetdə keçmişik, o başqa. Amma kitab kimi oxumamışam və bu 2 cilddir. Çox qəşəngdir, yəni buna baxın, çox asil deyilmi? Çox qəşəng, mükəmməldir. Oxumaq üçün səbirsizlənirəm. Daha sonra Cinayət və Cəza, Suç və Cəza. Mən Cinayət və Cəzanı oxumuşam, lakin mən Cinayət və Cəzanı 15 yaşımda oxumuşam və o yaşıma görə mənə biraz sıxıcı gəlmişdi və yəqin ki, böyük ehtimal ki, mənasını anlamamışam. Ona görə bir daha oxumaq istədim və bu seriyadan oxumaq istədim. Uğultulu Təpələri də oxumuşam mən, amma bir daha oxumaq istəyirəm. Çünki onu da çoxdan oxumuşam və daha qısa variantını biz universitetdə oxumuşduq.
Ona görə Otlu Təpələr filmi çıxmışdı bu arada, heç bilməmişdim. Nəysə, Vadidəki Zambaq, bunu da çox oxumaq istəyirdim və sırf bunu dizaynına görə də seçmişəm deyə bilərəm, çünki qapağı çox gözəldir. Nəysə, bunlar belə gəldi, indi əsas məsələ bağlı olanlara. Çox qəşəng deyillərmi? Aman Allahım, çox qəşəngdilər. Bağlı olanlar, niyə üzünü bağladım bunu deyim. Kitabların əslə görüntüsündə bir problem yoxdur. Təbii ki də hər bir kitab gözəldir, amma kitabın qapağı mənim üçün çox xüsusi bir rol oynayır, çox önəm daşıyır. Və əgər xonçanızda, kitab xonçanızda yenə də istədiyiniz kitablar varsa və bir qapaq digər qapağına, yəni rəng tonlaması, dizayn baxımından uymursa, paketləyib qəşəng görünən bir neçəsini mənim kimi açıq qoya bilərsiniz. Ümid edirəm sizə də fikir olar. Gəldik buna, paketləmələrini göstərəcəm. Oyda qaşa düşdü. Bu qaşları mən bir-bir yapışdırmışam. Nişana hazırlıq vlogumda var. İndi ona görə özüm yapışdırmışam deyə yavaş bir həyəcanla açıram. Ayda tutmaq istəmirəm. Bunun içindən Xalid Hüseynin Möhtəşəm Günəş, yəni Thousand Splendid Sun romanı çıxır. Mən bunu Azərbaycan dilində təbii ki də oxumuşam, amma orijinalını oxumaq istədim. Yəni orijinalının ingilis dilində olmağı da işimə gəldi, çünki rahat oxuyacağam. Amma bu arada Azərbaycan dilində ümumiyyətlə Xalid Hüseyin kitablarının tərcüməsi çox gözəldir. Ona görə orijinalına heç ehtiyac qalmır. Yəni bilmirəm, Əfqan ədəbiyyatı, Əfqan deyil, Əfqandılar da. Yəni müsəlman ölkəsidir deyə və orada bacı qardaş sözlərindən, nə bilim, Əlican, Xalidcan, belə can sözündən falan istifadə olunur. Mən bilmirdim. Xalid Hüseyni mən bir ara Azərbaycanlı bilirdim. Yəni o qədər qəşəng tərcümə ediblər. Qaşları qopur. Belə qaşları var. Xonçada çox gözəl görsənirdi. Sonra canım mənə belə bir kitab seçib. Mümkünsə sadəcə seninlə. Məncə adına görə seçib, amma nəysə. Ahmet Batmanın kitablarını mən yenə 13, 14, 15, 16 yaşlarımda məktəb vaxtı oxuyurdum. Qəşəng yazır. Öz inkişafı səhv etmirəmsə axıcı gedir. Əminəm ki, bəyənəcəm. Sonra növbəti kitab xonçam. Franz Kafka Milena'ya məktublar. Bunu desən özüm alıb aparmışım. Özüm dediyim, yəni mən qanun nəşriyyatında işləyirəm. İş yerimdə elə alıb aparmışdım xonçam üçün. Bu da çox maraqlı gəlirdi mənə və məndə bir çox kitab, məndə ümumiyyətlə oxumamış o qədər kitab var ki, bəlkə 100-ə yaxın oxumamış kitabım var. Önce buna da bir şans verdim. Sonra belə bir, bu da benim tasarımım, belə bir dizaynım var. Bunları yapışdırana qədər can çəkişdim. Çünki mənim silikon tapancam qalın idi. Korku və Geçmişə yolculuk. Bu kişinin qələmini çox bəyənirəm. Çox gözəl yazır və bu iki əsərində oxumamışdım. Dedim, oxumamışam, aldım. Sonra növbəti belə bir çox qəşəng deyilmi? Çox qəşəngdir məncə. Bunu da çox istəyirdim. Mirzə Əkbər Sabirin Hop naməsi. Çox sevirəm Mirzə Əkbər Sabiri. İkonik adam. Növbəti bağlamam. Miraç Çağrı Aktaş, səhv etmirəmsə, sufizmə, sufidir də, yəni sufizmlə danışır olan kitablarında. Allah rezil olduq baba. Az qaldı. Sonra belə. Bu qadını kitabını heç oxumamışam, sadəcə çox görürdüm, hər dəfə çox maraqlı gəlirdi bunda. Yenə bu göstərdiyim kitablar kimi özünün inkişaf motivasiya kitabıdır. Mən çox özünün inkişaf kitabı sevmirəm. Əsasən də bizneslə, pulla bağlı olanları bilmirəm, düzmə eləyirəm, səhvmə eləyirəm. Mənə çox eyni gəlir. Amma belə psixoloji, səni motivasiya edən kitabları çox sevirəm. Sizə bir özünün inkişaf kitabı tövsiyə etsəm, bu Atomik Vərdişlər olardı. Yəni, özünün inkişaf kitabı sevməsəniz belə mütləq o kitabı oxuyun, çünki sevəcəksiniz. Daha sonra belə, bu nədir, qalındır. Secret'in The Power, güc olanı. Lap çoxdan almışdım. Maraqlı gəlir ümumiyyətlə mənə. Bu da motivasiya kimi, daha çox spiritual motivasiya kimidir. Dedim, bəlkə bəyənərəm. Yəni, belə klasik, düz özünün inkişaf kitablarını sevirəm. Və axırıncı bağlamamız. Bunu sırf marketing dəyəm və bunu inkişaf etdirirəm deyə almışam. Söhbət kofedən getmir. Marketinqə aid bir kitabdır, səhv etmirəmsə. Ümumiyyətlə, tək marketinq yox, biznes aiddir. Starbucks'ın liderlik prinsipləri. Dedim, bu kadar klasika öz inkişaf yetər. Biraz da belə olsun. Və çox qəşəng belə bitdi bu qədər. İzlədiyiniz üçün bu partıda təşəkkür edirəm sizə.
Guys, nəhayət ki makyaj xonçalarını da çəkdim və siz bunları izlədiniz. Makyaj xonçaları haqqında sizə kiçik bir tövsiyə vermək istəyirəm. Mənim makyaj xonçalarım təəssüf ki belə görünürdü. Niyə təəssüf ki deyirəm? Gördüyünüz kimi xonçanın üstündə qutular var və biraz səliqəsiz görünür. Əslində xonça elə deyildi. Əslinin şəklini tapsam evdə çəkilən. Onu bura yerləşdirəcəm. Yəni mən orada vayasellər, böyrəyimizi satıb vayaselləri almışdıq diyorlar, Gucci'lər və onların öndə görünməyini istəyirəm və çox sağ olsunlar. Həqiqətən baldızım, canım yığdı gecə saat 1-ə 2-yə qədər mənlə danışdı. Onları bir-bir yapışdırdı, elədi. Sadəcə diqqət etməli olduğunuz odur ki, ora gedəndə əgər bəzi məclislərdə olur ki, bunu çox xüsusi səhv etmirəmsə, planerlər var. Yəni şəxslər, məclis planerləri gedir, onları yoxlayır. Əgər bu yoxdursa, mütləq kiməsə tapşırın və yaxud da özünüz baxın. Mən özüm baxmağa həm çox həyəcanlandım, həm utandım. Çünki biz gecikdik, ümumiyyətlə içəri çəkilişə gecikdik, içəridəki çəkilişə girə bilmədik. Çünki artıq qonaqlar gəlmişdi. Buna görə, daha doğrusu bizdə xonçalar gec gəldi, ona görə biz içəri xonçalarla şəkil çəkdirmək üçün girə bilmədik. Yəni bunlara diqqət edin, çünki mənim istədiyim görüntü tamam fərqli idi. Ya kiməsə tapşırın, ya çəkinməyin, içəri girəndən sonra özünüz baxın. Mənim gözümdən yayınıb bəzi xonçalarda, baxın, makyaj xonçası belədir. Dyson olan xonçada mən əslində çox gözəl düzəldilmişdi. Yəni arxada aşıb və heç kim o həyəcanla buna fikir verməyib. Yəni mütləq buna fikir verin və makyaj xonçası haqqında bir də onu deyə bilərəm ki, əgər məhsulunuz kifayət qədər varsa, mən məhsulumun az deyil də, yəni məhsulum çoxdur, çox şükür. Yəni narazılıq eləmirəm, çox sevdim. Hətta həddən artıq çoxdur. Yəni allıq körlüyü yaşayacaq dərəcədə allı 3-4 dənə blaşım var, ənliyim var. Niyə bu qədər şey eləmişəm bilmirəm, həyəcandan. Çünki hamısını eyni anda almadıq. Birini başqa yerdən almışıq, birini internetdən sifariş vermişik falan filan. Hamısını göz önündə alanda bəlkə də görürsünüz ki, o çoxdur və yaxud da azdır. Az da olsa, çox da olsa uşaqlar. Yəni əsas onun mənim fikrimcə, təbii ki də bu sizin fikrinizdir. Siz belə dolu görüntü istəyə bilərsiniz. Yaxşı edirsiniz, əcəb edirsiniz. Amma mənim fikrimcə, yəni kifayət qədər məhsul varsa, onların heç birini paketdən çıxartmağa ehtiyac yoxdur. Yəni mənim etdiyim səhvlərdən biri də buydu. Kaş paketdə qoyardım. Yəni paketdə qoysanız okeydir də, üstünə bantik falan necə istəyirsinizsə. Çünki özləri zaten paketlərində gözəl görünür. Sadəcə paketdən çıxardacaqlarım YSL məhsulları olardı. Bir də Dior'un 1-2 məhsulu qabaqda görünsün 2-3 dənə. Qalanı məsələn paketindən çıxardıb qutusunu arxaya özünü qabağa qoymağa məncə ehtiyac yoxdur. Mən o səhvi etmişdim deyə əslində çox uydu deyə dağılıb və kimsə götürüb onu yerə düşüb deyə üstünə qoyub, amma görüntünü pozur və xonça çəkilişi də mənim üçün çox önəmli idi, amma keyfimi təbii ki də pozmadım. Həmin gün uşaqlar, hava istədiyim kimi olmadı, saçım istədiyim kimi olmadı, xonçalarım sonradan uçduğunu gördüm, içəridə çəkiliş eləyə bilmədik, amma mən qətiyyən keyfimi pozmadım. Yəni ortada belə idim, ona görə siz də elə olun, narahat olmayın, o gün sizin gününüzdür. Sizə deyə biləcəyim tək şey odur ki, inanın ki o anda nə xonçalar vecinizdə olur, nə bilim, ay tortum əyrimi olub, falan şey istəmişdim, olmayıb, heç nə. Yəni o oynayırsınız da, yəni əylənirsiniz ki, sizin gününüzdür. Ürəyiniz istəyən kimi keçirsə, dostlarınız, sevdikləriniz yanındasa, nə restoran vecinizdə olur, nə restoranın yeməkləri, nə xonçalar, nə dekorlar, nə heç nə vecinizdə olmur. Əsas orada əyklənin. Əsas sizin ürəyinizə keçsin ki, mənim üçün elə oldu. Yəni məni əvvəlcədən izləyirsinizsə, neçə paltar videosu, yəni nişan paltar videosu çəkdiyimi bilirsiniz. Axırda elə bir paltar tapdım ki və çox bəyəndim. Nəysə, belə. Uşaqlar, əslində xonçalar çoxdur, amma yəni hər birini bir-bir göstərməkdə biraz görməmişlik kimi olar, bilmirəm. Mən sadəcə sizə fikir olsun deyə çəkirəm. Yəni paltar xonçaları haqqında fikir videosu istəsəz çəkərəm. Başqa yenə baxın məhsullarım və s. qalıb. Onları bəlkə istifadə etdikcə sizinlə bölüşdüm. Bəlkə də bu videonun içində onları da görəcəksiniz. Heç bir fikrim yoxdur. Məndən bu qədər. Yer onun, göy onun. Neysə, ümid edirəm qarşıdan gələn xoş məclisiniz həqiqətən də ürəyinizə keçər. Ümid edirəm ki, hər şey demişəm. Nəsə demək yadımdan çıxmayıb. Bu qədər. Bununla bağlı hər hansı bir sualınız olsa cavablamağa hazıram bildiyim qədərilə. Çünki bu dönəm çox stres keçirdim, çox araşdırdım. Yəni nişandan 2 ay əvvəlcədən mənim bütün TikTok feedim şeydi. Makyaj, xonça, nə bilim nə çox detallar var. Bilirəm ki, çox stresli bir dönəmdir. Əlimdən gəldiyincə bildiyim qədər sizə yardım etməyə, yəni fikirlərimi sizinlə bölüşməyə hazıram. Belə hələlik əsas odur özünüzə yaxşı baxın. Əsas odur siz yaxşı olun, hər şey yaxşı olacaq. Bye bye.